Elə jurnalistlər var ki, bir sahə üzrə ixtisaslaşır, amma Nəriman həm təhsil, həm idman, eyni zamanda xəbərlər, bəli, həm hərbi jurnalist kimi tanınıb zamanında. Necədir ümumiyyətlə, bax bu təcrübədə, necədir çətinliyi bax bu jurnalistikanın? Mən də ilk olaraq hər birinizi salamlayır, yəni həm tamaşaçılara salamlayırıq, yəni bizdə adətən həmişə belə olur. Və hər birinizi təbrik edirəm. Təşəkkür edirik. Yəni, burada televiziya işi elədir ki, burada təkcə yaradıcı heyət yox, texniki heyət olsun, hətta sürücüsünə qədər. Yəni, burada hər kəsin əməyi var. Və mən uzun illərdir burada çalışmışam və müxtəlif sahələrdə də olmuşam, xüsusilə də hərbi sahədə. Hərbi sahədə də ən çox nə idi bizdə? İnformasiya bizim silahımız idi. Yəni biz həmişə düşmənə qarşı informasiya savaşı aparmışıq və təbii ki, bunun da qalibi olmuşuq. Bu, əlbəttə ki, sevincli bir haldır. Və digər bir tərəfdən onu qeyd etməliyəm ki, uzun illərin təcrübəsi onu deməyə əsas verir ki, Naxçıvan teleradiosu bir məktəbdir. Bu bir reallıqdır. Nəyə görə mən bunu deyirəm? Mənim həmkarlarım, yəni bunu hamımız yaxşı tanıyırıq, yaxşı bilirik. Həmkarlarım, məsələn, buradan hər hansı bir insan müəyyən səbəblərə görə yaşayış yerini dəyişmişsə və ya harasa getmişsə, o öz sahəsində həmişə peşəkar olubdur. Bu bir reallıqdır. Yəni Naxçıvan teleradiosundan kim ki gedib, hansısa qurumun mətbuat xidməti və ya ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis olubsa, öz işinin öhdəsindən layiqincə gəlibdir. Sədaqətlik nümayiş etdirir, sadiqlik nümayiş etdirir öz peşəsinə. Tək onu demirəm, yəni həm də xüsusi olaraq nədir məsələ? Digər deyək ki, media qurumuna əgər getməli olursa belə, orada da həmişə imzası ilə, qələmi ilə seçilir. Özünü göstərməyi bacarır. Bəli, bəli. Yəni bu bir reallıqdır ki, mən bunu yəni dəfələrlə qeyd etmişəm ki, Naxçıvan teleradiosu bir məktəbdir. Hər birimiz yəni bu məktəbin həm belə deyim, şagirdi, həm tələbəsi, həm məzunuyuq. Yəni biz də həmişə özümüzdən, böyüklərdən görüb götürmüşük və çalışırıq ki, bizdən sonra gələnlərə də ən yaxşısını öyrədək ki, onlar da öz sahəsinin peşəkarı olsunlar. Necə ki, məsələn, az əvvəl Hafizə xanımı qeyd elədiniz. Biz, məsələn, onlar kimi insanların təcrübəsindən həmişə yararlanmışıq və gələcək nəsillərə də nümunə olaraq, məsələn, göstəririk ki, bizim belə qələm sahiblərimiz var və onlardan da yararlanmaq lazımdır. Və bu günləri müasir dövrdə təbii ki, insanın köməyinə çox şey çatır. Məsələn, onlar müəyyən çətinliklər gördüklər. Necə ki, biz də müəyyən mənada o müəyyən çətinliklər gördük. Amma bu gün baxanda təkcə internet resurslarından tutmuş süni intellektə qədər insanın köməyinə çox şey çatır. Əlbəttə. Amma bütün bunlara baxmayaraq da insanın öz yaradıcı əməyi olmalıdır. Və bu yaradıcı əməkdə hər zaman, belə deyim, öz sözünü deyibdir. Və bir nüansı da qeyd edim ki, mənim həmkarım, yəni belə deyim, jurnalistlərdə həmişə belə bir şey olur ki, kreativliyi ilə seçilir. Bizim Xosrovu kreativliyi ilə ona görə deyirəm ki, insan özünü ilk olaraq təbrik elədi və biz də məsələn Xosrovu təbrik eləyirik ki, həm də bu gün onun doğum günüdür. Təbrik edirik. Gözəl bir gündə dünyaya gəlmiş.